İlham Əliyev Trampın təklifinə hə deyib. Bir neçə gün əvvəl ABŞ prezidenti 60 ölkəyə yeni yaratdığı sülh şurasına təsisçi üzv olması üçün dəvət göndərib. Yanvarın 21-də prezident Əliyev də Trampa yazdığı məktubunda deyib ki, dəvəti Azərbaycanla ABŞ-ın faydalı tərəfdaşlığının, eləcə də Azərbaycanın regional və qlobal miqyasda sülh və sabitliyin təşviqində rolunun tanınmasının rəmzi olaraq qəbul edir. Bir neçə gün əvvəl prezident Əliyev demişdi ki, Fələstin dövlətinin yaradılmasını dəstəkləyib, amma lazımsız fəallıq göstərmək yaxşı deyil. Çünki dediyinə görə Fələstin də vaxtilə Azərbaycana elə bir dəstək verməyib. Milli Məclisdə Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin üzvü Asim Mollazadə Azərbaycanın bu üzvlükdən fayda götürəcəyini deyir. Öz əməkdaşlıq imkanlarını artırır. Azərbaycan bir dövlət kimi hörmət qazanır və Azərbaycanın ənənəvi olaraq humanitar sahədə olan dəstəkləri həyata keçirməyi də əməkdaşlığı artıra bilir. Sülh Şurasının yarandığını ABŞ prezidenti yanvarın 16-sında elan edib. Şura, prezident Trampın ötən ilin sentyabrında təklif elədiyi 20 maddəlik Qəzza sülh planının icrasında rol oynayacaq. Beynəlxalq medianın əldə elədiyi sənədə Şuranın xartiyasına görə üz dövlətlərə 3 illik standart mandat verilir, ancaq azı 1 milyard dollar ödəniş eləyən üzvə bu 3 illik məhdudiyyət tətbiq olunmur. Azərbaycanın daimi üzvlük istəyinin olub-olmaması hələ ki bəlli deyil. Keçmiş diplomat Nahid Cəfərov deyir ki, bu İlham Əliyev üçün böyük məbləğdir və daimi üzvlüyə razılıq verəcəyini düşünmür. Ehtimal eləyir ki, Əliyev əslində bu şuranın uğursuz olacağını düşünür. Çünki əsas dövlətlər Britaniyadır, Fransadır, digər Avropa ölkələri bura qoşulmaqdan imtina ediblər və bu onsuz da uğursuz olacaq və niyə Trampla münasibətlərimi korluyum? Ona görə buna müsbət cavab verə bilər. Müasir beynəlxalq sistemin əsas təşkilatlarında Avropa dövlətləri kifayət qədər nüfuza malikdirlər ki, bu dövlətlər də məhz demokratiyanın inkişafı, insan hüquqları ilə bağlı məsələlərdə kifayət qədər həssaslıq nümayiş etdirirlər. Bu kifayət qədər ciddi şəkildə narahatçılıq yaradır İlham Əliyev üçün. Ona görə də İlham Əliyev maraqlıdır ki, dünya siyasətində bu dövlətlərin rolu az olan təşkilatlar daha da inkişaf etsin. Yəni bu da ikinci ehtimal ola bilər ki, İlham Əliyev buna qoşulur. Trampın təklifinə hələ ki Azərbaycan, Ermənistan da daxil bəzi keçmiş Sovet ölkələri, İsrail, Macarıstan, Vyetnam razılıq verib. Bəzi qərb dövlətləri qoşulmaq niyyətində olmadığını deyib. Reuters agentliyinin gördüyü məktubun və nizamnamə layihəsinin surətinə görə Şuraya ömürlük Tramp sədrliyi eləyəcək və əvvəlcə Qəzza münaqişəsini həll eləməklə başlayacaq, daha sonra isə digər münaqişələrin həlli üçün genişləndiriləcək.